Misli Premyer Liqasının 23-cü turunda Qarabağ evdə Araz Naxçıvana böyük hesabla qalib gəldi, 6-0. Yaxşı oyun alındı, məhsuldar maç oldu. İstədiklərimiz alındı, futbolçular özlərinə gəlməyə başlayırlar. Narazı qaldığım məqamlar da oldu, özlərinə dedim. Araz Naxçıvana 3 oyunda 16 gol vurmusuz. Səbəbi açıq oynamalarıdır. Bu qədər qol olacağını düşünmürdüm. Həmişə baxımlı oyun göstəriblər. Sadəcə bizim yaxşı formamıza düşdü. Musa 3-cü oyunda gol vurur. Bu sizə yaxşı mənada çətinlik yaradacaqmı? Sevindirici haldır. Sonradan girib gol vurmaq bacarıq tələb edir. İnkişaf edir. Hazırda razıyam. Qarabağın üçün əsl çempionluq mübarizəsinin bundan sonra başlayacağını demək olarmı? Mövsüm çox gərgin keçdi. İndi biraz daha rahat hazırlaşmaq imkanımız olacaq. Sabahla kubokda da qarşılaşmağınız aranızdakı çempionatdakı mübarizəyə təsir edəcəkmi? Ayrı turnirlərdir. Amma təbii ki təsiri olacaq. Kubok oyununa qisas kimi baxacaqsınızmı? Yox. Sabahın məşqçisinin cəzalanmaması sizə necə təsir etdi? Mən cəzanın tərəfdarı deyiləm. Bu sadəcə futbol emosiyasıdır.